Mən Allaha yox, elmə inanıram deyənlərə dahilərin cavab sözləri. Albert Einstein. Elmlə nə qədər çox məşğul oluramsa, Allaha bir o qədər çox inanmağa başlayıram. Werner Heisenberg. Elm dolu stəkandan ilk qurtum səni ateist edir, amma stəkanın dibində səni Allah gözləyir. Werner von Braun. Elmi sahədə qandığım təcrübə məni Allaha gətirib çıxardı. Elm Allahın mövcudluğunu sübut etməyi tələb edir. Bəs bizə doğrudanmı günəşi görmək üçün şam yandırmaq lazımdır? Lord William Kelvin. Əgər elmlə kifayət qədər dərindən və uzun müddət məşğul olsan, sonda məcbur olub Allaha inanacaqsan. Isaac Newton. Bu möhtəşəm kainatın nizamı təsadüf ola bilməz. Louis Pasteur. Az elm insanı Allahdan uzaqlaşdırır, çox elm isə ona yaxınlaşdırır. Max Planck. Elm bizi Allaha aparır. Galileo Galilei. Təbiət Allahın yazdığı kitabdır.